Mən Seyidov Elsəvər Rüstəmoğlu, İkinci Vətən müharibəsi iştirakçısıyam. Müharibə başlayan gündən səfərbərliyə müraciət elədim. Könüllü olaraq qeydiyyata düşdüm və 28-i bizi könüllü olaraq Goranboyun Ensali hərbi hissəsinə apardılar. Suvoşun azad olması uğrunda döyüşlərə qatıldıq. Həmin döyüşdə bizim tabur komandirimiz Şükürov Anar şəhid olmuşdu və bir neçə yoldaşlarımız şəhid olmuşdu həmin döyüşdə. Tərtərdə Ensali hərbi hissənin tərkibinə qatıldıq. Orada Türk dəyəsi adlanan yer var. Birinci orada başladıq döyüşməyə. Orada ermənilər strateji cəhətdən bizdən üstün idilər. Çünki onlar yüksəkdə, biz aşağıdaydıq. Elə bir mövqe idi. Biz oraya gedəndə ki, bir dənə post alınmışdı, onun müdafiəsində dururduq biz. Ermənilər döyüşən zaman onlar geri çəkilirdilər. Geri çəkildikdən onlar hətta arxada belə səngərləri var idi. Yəni, onlar 30 ildə nə vaxtsa bizim gələcəklərimizi bilirdilər. Ona uyğun arxada belə səngərləri qazmışdılar. Yəni, biz irəlilədikdən onlar yenə səngərdən bizlə döyüşürdülər. Yəni, Cənab Ali Baş Komandanın Sənəcan Mühürlər və Soğuşanın azad olunması uğrunda medali təltif olundum və Vətən müharibəsi iştirakçısı medalı ilə. İlk döyüşə girməyimiz çox təsir eləmişdi. Eyni komanda, eyni yerdən çıxıb döyüşə getdiyimiz yoldaşlarımızdan qaydanda onların yeri görünürdü, şəhid olmuşdular. Biz Ağdayıda olan vaxtı orada bir döyüş yoldaşım var idi. Onun qızının az günü idi. Fikirləşdik ki, onun üçün maraqlı bir hədiyyə, sürpriz olsun. Yəni, atası 43 günlük müharibədə iştirak eləmişdi. Xatirə olsun deyə biz orada bir video çəkmişdik. Mən gələndə rayona eşitdim ki, bəs rayonun həqiqətən yarısı ona baxmışdı, həqiqətən məsələn televiziyalarda vermişdilər. Salam, mənim bal qızım, küncüt qızım. Bugün ayın 30-udur, 2 aydır ki, mən evdən, səndən ayrıyam. Sizin üçün çox darıxıram, amma artıq qovuşmamıza az qalıb. Buradan sənə nə xatirə gətirə bilərdim, nə hədiyyə gətirə bilərdim düşündüm. Mənim bu döyüşlərdə ən böyük qazancım cinsinə döyüşdüyüm əsgər yoldaşlarım olur. Salam Küncüt, mən sənin atan cəbhə yoldaşı Elsəvər əminəm. Sən çox şanslısan ki, belə bir mərd, igid, qəhrəman bir atan var. Hal-hazırda İsmailli Dövlət Peşə Təhsil Mərkəzinin Qobustan korpusunda kompüter təmiri və xidmət üzrə texnik ixtisasında təhsil alırıq. Burada istehsalat təlimlərimiz və dərslərimiz olur. Kompüterin təmiri və xidmətindən dərslərdə məşğul oluruq.